şəklini qoyub paylaşıblar. Baxın, gəlin bir oxuyaq, rəsmi xəbərdir. Balakən meşələrində Əfqan silahlı qruplaşmalar saxlanılır. Niyə? Onlar ifadələrində bildiriblər ki, Əfqanistanda maddi durumları pis olduğu üçün Azərbaycana gəliblər. Bu yolla Əfqanlar gecə saatlarında qanunsuz olaraq dövlət sərhədimizi pozaraq Astara rayonunun Ərkivan qəsəbəsinə gəliblər. Sərhəddi keçiblər. Verənxanadır da, açıq qapıdır da. Kim istəsə belə keçir, kim istəsə belə. Astara rayonunun Ərkivan qəsəbəsinə gəliblər, gecəni meşədə yatıb, səhər avtobusla Bakıya yollanıblar. Fikir verin, qardaş. Əfqanların zadı kürdləri gətirib töküblər meşələrə silahlı milahlı. Silahlı minahlı. Və görüblər ki, bunların pulunu kəsiblər. Gedib yarısı bir yandan gəlir, yarısı gedib İrana, Türkiyə keçmək istəyir. Görür o da mümkün olmadı. Təzdən qayıdır. Açıq qapıdır da. Açıq qapıdır. Təzdən qayıdıb gəlir Azərbaycana. Bakıya gedir ki, bizi gətirmişsiniz silahlı minahlı, nə məqsəddən. İndi də bizə yemək də vermirsiniz orada. Nəysə, Balakənə gedəndə, Balakəndə meşə görməmiş Əfqanlar Balakən meşəsinin içində azıblar. Azıblar. Və başlayıblar meşənin içində çığırmağa başlayıblar. Və Balakəndə kənd cəmaatı bunları tapıb, sonra Dövlət Sərhəd Xidməti polisə deyiblər, polis Dövlət Sərhəd Xidmətinə deyib və dəyərli vətənlərim, dəyərli soydaşlarım DSX osturub orada ayılıbdır. Bu kənd cəmaatı tutursa, bu DSX nəyə lazımdır? Elçin Quliyev gündə Leyliyə Padnus daşıyanda Formula 1-ə, ora-bura Heydər Əliyevin fondunu, ayıb tədbirlərin yarıdan çox pulu, əskərlərin pulunu boğazından kəsərək, leşətlər yedizdirərək, xidmətlə maraqlanmayanda, bəlkə ki, Əfqanlar gəlib sərhəddə belə keçəcəklər, üstəlik 4 dolanacaqlar. Ölkə nə vəziyyətdədirsə, Azərbaycan Dövlət Sərhəd Xidməti necə cındır vəziyyətindədirsə, İrandan sərhəddi keçib gəliblər, avtobusa oturub ölkənin içində fırlanıblar, Bakıdan belə gəziblər, gəlib Balakəndə meşədə azıblar. Necə olur o boyda İranla Türkiyə sərhəddini keçə? İrandan Türkiyə sərhəddinə keçə bilmirlər. Amma gəlib balaca Azərbaycanın sərhəddindən keçib Azərbaycanın içində 4 dolanırlar. Necə olur elə? Bəlkə İlham Əliyevin sarayını partlatmağa gəlibmişlər. Bəlkə İlham Əliyevin götünü partlatmaq üçün plan cızırlar. Həmən deyəndə ki, bu DSX rəisi, bu şovmenliyi ilə İlhamın başına bir torba tikəcək, bu ölkədə bir qarışıqlıq yaradacaq. Mən demişəm bunu. Elçin Quliyev hər iclasda deyir ki, Heydər Əliyevin fondunun bütün tədbirlərini mən keçirirəm. Maliyyəsinin yarıdan çoxunu mən ödəyirəm. Əskərlərimizin boğazından kəsərək, əskərlərimizə leş yedirərək.